Ümid edirəm ki, çox maraqlı bir vebinarımız olacaq. Buyurun, Ləman xanım, sizi eşidirik. Hər kəsin axşamı xeyirli olsun. Bilirəm gün sonudur, hər kəs yorğundur, amma təşəkkür edirik ki, vaxtınızı ayırmısınız, bizə qoşulmusunuz. Bu günləri mən çox gözəlsiz qadınlarla bağlı mövzulara hazırlamışam. Cinsi istəksizlik və ondan verilən fəsadlar. Təbii ki, burada artıq bəylər də maraqlı gələcək və bəylərin də əlavə sualları olduqca mən ona da cavab verəcəm. Çünki bəy və yaxud da qadın fərq etməz, mən hər iki cinsdən işləyirəm. Partnyorlarla işləyirəm, cütlük terapiyasına da qəbul edirəm. Deməli, cinsi istəksizlik başlayacağım qadınlarda quruluq, ananorqazmiya, frigidlik, vaginizm, libidonun azalması, orqazm pozuntusu, orqanik problemlər, limfomaniya, diksinti, qorxu. Bunların hərəsi bir başqa mövzulardır. Təbii ki, hər mövzunu belə toxununduqda, yəni bir saatlardan bunu danışmaq lazımdır. Amma mən qısa danışaraq ətraflı məlumat verəcəm. Məsəl üçün, ən çox bugünkü günü mən artıq 9 ildir bu sahədə fəaliyyət göstərirəm, psixoloq, seksoloqam. Birinci özümü sizə tanıldım. 2 ali təhsilliyəm. Hər 2 ali təhsilimi Rusiya Federasiyasında almışam. İyul ayının 7-si Avropa Assosiasiyasının üzvü oldum, 39 ölkə üzrə. Və işim daha öncə Moskvada qurmağa başladım, orada çalışdım. Ondan sonra İsraildə Matsman xəstəxanasında işlədim və son 4 ildir ki, Azərbaycanda işimə fəaliyyət göstərirəm. Və bu işlədiyim müddət insanlar təbii ki, ilk öncə mənə hər kəs sual verir ki, seksoloq olduqda necə sizi qəbul etdi? Təbii ki, çox ağırlı məni insanlar qəbul etdi, həzm edə bilmirdilər, qəbullanamırdılar, biraz mentalitet bunlara yol vermirdi. Amma ki, nəzərə alsaq ki, hər bir ailədə bu cinsi soyuqluq demək olar ki, var və cinsi istəksizlik uşaq dünyaya gəldikdən sonra daha da başalıb gedir. Və bir müddətdən sonra insanlar baxdı ki, ailələr dağılır. Bugünkü günü məsəl üçün vəkillərdən sıx-sıx münasibətdə işləyirik və danışırıq. Boşanmaların demək olar ki, 60% artıq cinsəl istəksizlikdən və ya da cinsəllik olmadığına görə ailələr dağılır. Və cinsəl istəksizlik və ya da ki, seksoloq, sekspatoloq, seks coach dedikdə biz ancaq 4 hərf eşidirik. Mən podkastlarda da bunu həmişə deyirəm. Ancaq seks sözünü eşidərək biz özümüzü kənarlaşdırırıq. Bugünkü günü hər bir bəy və yaxud da ki, qadın androloqa, ginekoloqa getdiyi kimi də psixoloq, seksoloqa da müraciət etməlidir. Problemi olsa da, olmasa da, orqanik problemi olmasa da mütləq müraciət edərək özünü belə deyək ki, konsultasiya eləyib özünü yoxlamalıdır ki, bir insanın orqanik pozuntusu varmı, yoxsa yoxdurmu? Və yaxud da ki, xanımlarımız ailə qurur və bilmir ki, onu vaginizmlə üzləşəcək. Və yaxud da haçansa uşaqlıqda yaranmış bir travma ona necə bir fəsadlar verəcək. İndi əsas mövzuya keçirəm. Daha çox son illərdə qarşılaşdığım problemlər nələrdir? Onları özüm üçün qeyd eləmişəm dəftərdə, sizin üçün daha öncədən hazırlıqlı gəlmişəm qarşınıza. Və daha çox, məsəl üçün, bugün bir neçə gündür və əsasda bugünlər statistikalarımı qaldırdım. Daha çox gördüm ki, qadınlar son 1 il ərzində deyək ki, müraciət olunub mənə vaginizmlə, orqazm pozuntusu, nimfomaniya ilə, quruluq, frigidlik. Ən çox müraciət bu illəri, 1 il ərzində bunlar olur. Və hərdəsə 20%, 15% bunların içində diksinti və qorxudur. Başlayaq elə ən əsas yaralı yarımız vaginizmdir. Vaginizm nədir? Vaginizm nədən yaranır və vaginizmin fəsadları nələr olur? Vaginizm qadına vagina əzəllərinin daralması, sıxılması deməkdir. Yəni, vagina əzəllərin tonusu sıxlıqdan irəli gəlir. Bu nədən irəli gəlir? Qız uşağı bakirədirsə, bunu bilə bilərmi ki, bu vaginizm var, yoxsa yox? Bu sual çox çətindir. Buna heç kimsə cavab verə bilməz ki, qız uşağıdır, cinsi münasibəti yaşamır və bu qızda vaginizm varmı, yoxsa yox? Birinci dərəcədə övladlarımızı biz sıx mühitdə böyüdürüksə, qız uşaqlarına əsasən üstünə gediriksə, əgər hər dəfə qız uşağına əks cinsi haqqında belə deyək ki, düzgün məlumat vermiriksə, əgər qız uşağını qorxuduruqsa, bu zaman qadınların içində qorxu hissi yaranır. Qorxu hissi körpəzdə yarandıqdan sonra bu başlayır özünə bir fəsad verməyə.
Kimdəsə başqa bir depressiyaya çevrilə bilər, kimdəsə nəsə bir fəsad verər. Amma ən çox bugünkü günü qadınlarda vaginizm problemi yaranır. Yəni analar, mən başa düşürəm, özüm anayam, hər şeyi bilirəm ki, övladımızı qorumaq üçün əlimizdən gələn hər bir şey edirik. Amma qız uşağını qorxudaraq ki, bu kişi ilə, bu oğlanla dostluq eləmə, bu insana salam vermə, özündən böyüklərdən kənar dur, səni aldadarlar, səni zorlayarlar deyərək şuuraltı uşağımıza yeritməklə biz gələcəyini onu məhv etməyə başlayırıq. Təbii ki, biz o ana kimi, valideyn kimi başa salmalıyıq ki, səni aldada bilərlər, hər kəsə inanma, bu cür sözlər deyilə bilər. Amma ki, ən çox əks cinslər olan yəni kişilər bizdən ancaq gözləntisi yataqdır və onları bizdən əldə etdikdən sonra bizdən qaçacaqlar, kənarlaşacaqlar deyərək biz övladımızın psixikasına çox böyük travma vururuq və böyüdükdən sonra qız uşağı ailə həyatı qurur, öz yoldaşınla, öz halalınla cinsi münasibətə girə bilmir və ondan sonra da başlayır əməlli başlı sözlər silməsi xaosa və durmadan artıq o psixoloqun qapısını döyürlər, ginekoloqun qapısını döyürlər, kişilər artıq özündə panik yaranır, kişilərdə artıq cinsi zəiflik özündə başlayır. Çünki yəni qarşı xanımını belə deyək ki, qarşılaya bilməyən bir kişi qüruru sınmış özünü hiss eləyir və artıq onda cinsi zəifliklər özündə başlayırlar androloqa müraciət edirlər. Bugünkü gün mən çox androloq həkimlərimiz, ginekoloq xanımlarımızla işləyirəm və işlədiyim müddət androloqların özü mənə müraciət edir bu vaginizmlə bağlı. Çünki partnyorları, yoldaşları müraciət edir öz həkimlərinə, androloquna. Androloq görür ki, heç bir patologiya kişidə yoxdur. Bu psixoloji bir amildir ki, yoldaşından keçir. Hansı ki, onun qadında vaginizmdir və özü də fərqində deyil. Və ondan sonra bu psixoloji amil olduğuna görə birbaş seksoloq birazə müraciət olunur. Burada bir sual yaranır ki, bir insan androloqa, ginekoloqa getmədən seksoloqa müraciət eləyə bilərmi? Təbii ki, müraciət eləyə bilər rahat şəkildə. Əgər bir insan özünü orqanik bir problemi yoxlamaq istəyirsə, bir konsultasiya etmək istəyirsə, rahat şəkildə seksoloqa müraciət eləyir. Həm öz psixoloji bir travmaları varsa da onu danışır bir psixoloq kimi və yaxud da ki, bir cinsel istəksizliyi varsa da artıq o haqda danışır. Qız uşaqları yeniyetmə yaşına gəlib çatdıqda, artıq 12 yaşdan yuxarı belə götürək, ilk aybaşı gördükdən sonra bunun bütün hormonlar yüksəlməyə başlayır və istər-istəməz ana təbiət bizi bu cürlə yaratdığına görə qadında artıq əks cinsinə maraq və simpatiya yaranmağa başlayır. Həmənki dövrdə artıq biz bilirik ki, qadının libidosu yüksəlməyə başlayır, qarmonlar yüksəlir və bu əks cinsə maraq göstərir. Əgər bir qızın, məsəl üçün qız uşağıdır, artıq 16, 17, 18 yaşı var və heç bir belə deyək ki, hissi yoxdursa, heç bir oğlana simpatiya yoxdursa, biz bunu həmən patologiya saya bilmərik. Qız uşaqları var ki, qapalı mühitdə böyüyür, maraq göstərmir. Daha çox, məsəl üçün, ətrafında oğlan uşaqlar çoxdursa, qardaşı, əmisi uşaqlar, onlardan daha vaxt zaman çox keçirdiyinə görə, sanki ona o qədər də eks cinsi maraqlı gəlmir və bu cürdə nüanslardan biz onu həmən patologiya saya bilmərik. Ona görə orqanik problem olub-olmamasına üçün mütləq müraciət etmək lazımdır psixoloq, seksoloqa. Amma daha çox müraciətlər, məsəl üçün, qadınlar ailə qurduqdan sonra cinsel münasibəti yaşayan qadınlara əsasına aiddir. Mütləq ginekoloqla müraciət etməlidir. Ginekoloqu ilk konsultasiya keçirdikdən sonra, hansısa bir fəsad problemi gördükdən sonra bizim üzərimizə yönəldir. Əgər heç bir ginekoloji tərəfdən problem yoxdursa. Və beləliklə vaginizm əsasən, yəni əsasən dedikdə 99% əsas vaginizm beyindən yaranır, psixoloji bir problemdir. Vaginizm bizim ölkədə daha çox sıx ailənin mühitində böyümüş qızlarda əmələ gəlir. Mən indi nəyə görə biz öz belə götürək Azərbaycandan danışıram, çünki biz burada yaşayırıq və hazırda buranın statistikasına əsasında götürəcəm. Dünya statistikasına götürsək, mən Avropada və bir başqa ölkələrdə olduğum müddət vaginizm qadınlarda daha az olur. Nəyə görə? Çünki onlar artıq 18-19 yaşdan yuxarı qadınlar cinsi münasibətdə yaşayırlar və ən çox da qadınlarda, məsələn, orada vaginizm olanlar məişət zorakılığı və yaxud da ki, öz sevdiyi ailəsindən zorakılıq görən qadınlarda olur. Məsələn, uşaq yaşlarından daha mütəmadi olaraq zorakılıqla üzbəüz qalır və illər sonra sevdiyi bir insana, partnyorla ailə həyatı qurur və yaxud bir evdə yaşamağa qərar verdikdən sonra o qadınlarda vaginizm ola bilər. O artıq zorakılıq əlamətidir. Yenə də burada uşaqlıq travması, psixoloji şiddət, bunların əsasına vaginizm yaranır. Bizim ölkədə mentalitetimiz olduğuna görə
Bu nüansları nəzərə almırıq. Təbii ki, bizdə də məişət zorakılıqlarımız da var günü bu gündə də. Öz yaxın sevdiklərimizin insanların da qarşısında zorakılıq var. Təbii ki, bu sözümüz heç kim bəyənməyəcək, qəbul etməyəcək. Çünki hər kəs çalışır bunu gizlətsin, qısıtlasın, göstərməsin cəmiyyətə. Bu günləri ən doğma, ən yaxın insanlar, dayı, əmi, ata, əmi, baba tərəfindən də zorakılıqlarımız az deyil. Sadəcə o mənbəni tam olaraq insanlara vurğunlaya bilmirik. Çünki həm cinayət məsuliyyəti daşıyır, həm qohumluq məsuliyyəti daşıdığına görə zorakılıq çəkən ailə, məruz qalan ailə daha da özünə bunu sıxmağa başlayır, utanır, bildirmir. Əksinə siz utanmadan bunu göstərməlisiniz ki, necə nankor ətrafda insanlar var. Bu çox dərin mövzudur. Buna heç keçid almayacağam. Ona görə vaginizm əsas bu səbəblərdən yaranır. Qadınlarda quruluq. Quruluq o deməkdir ki, cinsi münasibət zamanı qadın şiddətli ağrı hiss eləyir, partnyorunu hiss eləmir, sadəcə odaqlanır fikrindən ağrıya və qadında məsəl üçün imini zövq aldığı zaman, cinsi münasibət zamanı bədəndə belə deyək ki, şəhvət hissi yaranır və həmənki zamanda qadında öz bədəndə maye əmələ gəlməyə başlayır. Həmin o maye əmələ gəlməyi üçün qadın psixoloji hazır olmalıdır cinsi münasibətə. Əgər bir qadın cinsi münasibətə hazır deyilsə, həmən cinsi münasibətə keçid alırsa, o qadında təbii ki, quruluq olacaq. Bu quruluğu aradan qaldırmaq üçün birinci dərəcədə biz baxmalıyıq cinsi münasibət zamanı konsultasiyada. Qadınla kişi sevişmə mərhələsi var. Biz dırnaq arası buna sevişmə mərhələsi deyirik. Yəni o sevişmə mərhələsində bunlar bir-birinə zövq göstərirlərmi? Bunlar bir-birinə cinsi münasibətə girir, yoxsa cinsi münasibətdən qabaq sevişməyə girirlər, yoxsa yox? Əgər sevişmə prosesi varsa və hər bir şey normal şəkildə qadını qane edirsə, qadın quruluqdan üzləşməməlidir. Əgər qadın bu sevişmə prosesindən sonra, mərhələsindən sonra qadın quruluqdan üzləşirsə, deməli qadında artıq psixoloji problem var. Hansı ki, qadın öz yoldaşına fikrini toparlaya bilmir, odaqlana bilmir və ondan da ona quruluq gəlir. Və məsələn, ən çox məsələn quruluq olan qadınlarda ya qorxu ən çox yaranır, ya diksintidə olur və yaxud da ki, özündən narazıdırsa, məsəl üçün qadın kökdürsə, başlayır psixoloji düşünür ki, mən kökəm, qarnım var, ətliyəm, özünü gizlədir, bəşləyir bədənini və yaxud da çox arığam, sürsümüklüyəm. Bu cür fikirlərinə, yəni odaqlana bilmir partnyoru, özünə odaqlanır ki, bədən qüsurlarını görməyə başlayır və o qadınlarda şuuraltı bir belə deyək də travma kimi yaranır və qadınlarda quruluq başlayır. Ən çox bu qadınlarda olur, çünki kişilərdə proses zamanı rahat şəkildə artıq partnyoruna odaqlanır, amma qadınlar rahat şəkildə öz partnyoruna odaqlana bilmədiyinə görə fikirləri bölünür, yayınmağa başlayır və qadında başlayır quruluq. Və elə qadında da var ki, hətta o quruluqdan orqazm pozuntusuna da gətirib çıxardır. Orqazm pozuntusu. Orqazm nə deməkdir? Ümumiyyətlə insanlar çox maraqlanır ki, orqazm nədir və ya boşalma nədir? Orqazm elə boşalma deməkdir. Yəni kişi boşaldığı kimi qadın da boşalır, orqazm həddinə gəlib çatır. Bu elmi dildə orqazm deyilir. Orqazm, bəli, bugünkü günü çox qadınlar deyir ki, mən evliyəm, məsələn, və nigahdan 2 övladım da var və yaxud da 3 övladım var və mən bugünə kimi bilmirəm orqazm nədir və o necə bir hissdir. Bir pasiyentim mənə bu yaxınlarda müraciət etmişdi. Təbii ki, ad çəkməyəcəm. Çox maraqlı bir mövzuya toxundu ki, Ləman xanım, mən artıq 5 ildir ki, yoldaşımla cinsi münasibət yaşayıram. Normal şəkildə həftədə 3 dəfə, 2 dəfə olmaqla. Amma mən bir dəfə olsun orqazm hiss etmədim. Bu yaxın dövrdə toyumuzun 5 illiyi idi. Biz bərabər qeyd elədik bu günü və cinsel münasibət zamanı mən yataqda sanki paniki atak keçirtmiş hal keçirtdim. Sanki mən paniki atak oldum. Bütün bədənim uyuşdu, əllərim qıcıldı və mən özümü çox pis hiss elədim. Və sizi inandırım ki, o xanım mənə gecə ilə mənə WhatsApp-a yazdı. Mən təbii ki, həmən ona cavab verdim. Mən ona başa saldım ki, sən artıq ilk dəfəndə həyatında orqazm yaşadın və o orqazmın hissləridir ki, hissiyatıdır ki, sənin bütün bədənində uyuşturma verdi. Yəni sən ilk dəfə həyatında onu yaşadığına görə sən onu bir belə deyək ki, üst dərəcədə artıq dozanə sən onu hiss etməyə başlamasan. Yəni qadınlar orqazm bilmirlər nədir və yaxud da ki, mənə sual verirlər ki, G nöqtəsi var,
klitordan boşalmalar deyirlər və ki, anal cinsi münasibət zamanı analdan boşalmalar deyirlər. Bu orqazm mı deməkdir? Baxın, C nöqtəsi hələ də bugünkü gün dünya elmində bu sual altındadır. Bəzi doktorlar təsdiq edir, bəli, qadında C nöqtəsi var. Bəziləri təsdiq edir ki, C nöqtəsi yoxdur. Elə qadında var ki, o ginekoloji baxış zamanı hiss olunur ki, var. Eləsində var ki, orqanik olaraq yoxdur. Ona görə orqazm çox adam deyir ki, mən ala bilmərəm, yəqin ki, məndə C nöqtəsi yoxdur. Xeyr, siz klitordan da zövq alaraq boşala bilərsiniz. O, ona aid deyil. Sadəcə orqazm pozuntusu qadınlarda yenə də beyinlə irəli gəlir. Ya siz cinsi münasibət zamanı tam fikrinizi partnyorunuza, tam fikrinizi cinsel münasibətə və özünüzə yönəldirsiniz və o zaman siz başa düşürsünüz ki, mənim partnyorumdan gizlədəcək heç bir qüsurum yoxdur, nə də ki, onun məndən gizlədəcək bir şey yoxdur. Çünki biz partnyorları bir-birimizi seçdiyimiz zaman biz nəzərə alırıq ki, biz hər bir partnyorumuzun xarakteri baxımında olsun, bədənin qüsuru olsun və yaxud da ki, görünüş baxımında olsun, biz onu seçdikdə artıq hər bir şeyini qəbul edərək seçirik. Əgər bir partnyorumuzu dəyişməyə çalışırıqsa, deməli biz burada artıq psixoloji amillərə gəlib çatırıq ki, niyə biz partnyorumuzu öz xarakterimizə uyğun dəyişək? Nəyə görə biz dəyişməliyik? Niyə biz onu olduğu kimi qəbullamırıq? Təbii ki, hər bir kəsin mənfisi də var, müsbəti də var və hər bir şey gün ərzində rutin olaraq gün ərzində yaşadığımız bir problemlər axırda gəlir intim münasibətdə dayanır. Biz intim münasibəti nəzərə almalıyıq ki, bu çox incə və təmiz bir hisslərdir. Hansı ki, cinsel münasibət zamanı intim münasibətdə insanın daxili aləmində nə varsa, insan başlayır onu cinsəldə onu göstərməyə. Yəni bir-birimizdən qırğınlığımız varsa biz onu yenə də yatağımıza, yəni seksimizə yönəldəcəyik. Əgər bir-birimizə sevgimiz varsa yenə də ora yönəldəcəyik. Hər bir şey gün sonunda cinsel münasibətə yönəlir. Və qadınlarda orqazm pozuntusu da əsasən əlamətlər bunlardır ki, qadınlar tam odaqlana bilmirlər. Qadınlar odaqlana bilmədiyi üçün başlayırlar beynində fake orqazm yaradırlar. Məsələn, cinsi münasibət zamanı, intim vaxtı qadınlar başlayırlar səslər çıxartmağa və yaxud da ki, məsələn, yoldaşına, partnyoruna göstərmək istəyir ki, biz səndən zövq aldıq və biz orqazm həddinə çatdıq. Buna deyirlər fake orqazm, yəni yalançı orqazm. Əziz xanımlarımız, yəni bəylərimiz də mən dediyimi təsdiq eləyəcək. Çünki ən azı bəyin bir həfən olsun həyatında belə bir nüansı yaşayıb və bunu bilir. Siz yalançı o səs çıxardaraq orqazmı göstərmək istəyirsə, fake orqazm. Nəzərə alın ki, qarşınızdakı partnyorunuz uşaq deyil. Yəni sizi kimi ergən bir insandır və cinsel münasibətə təməl qoyub yaşamağa başlayır. Bir insan yalançı orqazmı göstərməklə heç bir yəni zövqü qarşı tərəfə verə bilməz. Ya siz zövq almışsınızsa rahat şəkildə, səmimi şəkildə yoldaşınıza deyirsiniz ki, partnyorunuza mən zövq ala bilmədim. Ya psixoloji durumdur, ya çox yorğunam, ya aqressiv olmuşam gün ərzində. Bunu rahat şəkildə, səmimi şəkildə deyirsiniz. Və yaxud da ki, əks halda siz o yalançı orqazmı göstərməklə siz həm səmimiyyəti qırırsınız, həm özünüzün qarşısında yalan olursunuz və ondan da başqa bir fəsadlar yaranmağa başlayır. Artıq və yaxud da beyin bunu qəbullanır. Zaman sonra fake orqazm olduqda da bu beyin qəbullanır ki, bəli, mən orqazm oldum, amma bədən istədiyini ala bilmir. Müəyyən vaxtından sonra da hormonal bir problemlərlə üzləşməyə başlayırsınız və durmadan hormonal dərmanları içməyə başlayırsınız. Bu da əsas çox belə deyim ki, lazımı olan bir mövzudur və ən çox partnyorların arasında evli və yaxud da ki, nigahdan kənar bərabər yaşayan partnyorların problemlərindən biri budur ki, orqazm pozuntusu və yaxud da ki, fake orqazm, yəni partnyoru orqazm hiss etmədən fake orqazm olur. Belə götürək əziz xanımlar, məsələn, əgər partnyorumuz qarşı cins kişi xeylağı orqazm həddinə gəlib çatmır və sizə yalandan göstərir ki, mən orqazm alıram, siz axı bunu həmin hiss eləyəcəksiniz, düz deyilmi? Təbii ki, elədir. Ona görə biz insanlara aldada bilmərik. Ananorqazmiya nə deməkdir? Ananorqazmiya elə orqazm pozuntusu deməkdir. Elmi dildə ananorqazmiyadır. Ən çox bugünkü günü xanımlarda bunlar baş verir. Bundan sonra gəlir frigidlik. Frigidlik nə deməkdir? Frigidlik tamamilə qadın istəksizliyi deməkdir. Yəni qadın həyatında bir dəfə olsun orqazm hiss eləməyib
heç vaxt bilmir bu necə bir hissdir. Bu təbii ki, orqanik problem də ola bilər. Burada artıq bunu araşdırırıq. Mütləq frigidliyi diaqnozu ginekoloq qoyur. Biz seksoloqa onları diaqnoz qoymağa ixtiyarımız yoxdur. Frigidliyi birinci dərəcədə ginekoloji konsultasiya olunmalıdır, check-up olunmalıdır. UZI falan hamısı keçdikdən sonra qadını bilməliyik ki, həqiqətənmi frigiddir? Yoxsa da o öz beynində qadın istəksizliyi yaradaraq və ya da diksinti, qorxu və yaxud da ki bir libidan düşməsimi, hormonal dəyişiklikdənmi yaranır, biz ondan sonra frigidlik diaqnozunu qoyuruq. Frigidlik nə deməkdir? Qadın müəyyən yaşa qədər heç bir zaman orqazm hiss etməyib və yaxud da ki orqazm hissini yüngül formada keçirdirsə, buna biz ona natama frigidlik deyirik. Artıq orada ginekoloji müdaxilələr olur. Çox vaxt hormonal pozğunluğunda natama frigidlik baş verə bilir. Amma qadın həyatı boyu heç vaxt orqazm hissi keçirtməyibsə və ümumiyyətlə kritorial belə orqazm almayıbsa, deməli bu qadında artıq frigidlik ola bilər, nimfomaniya və o zaman biz mütləq ginekoloqa göndəririk. Dəqiq bu diaqnoz qoyulur. Frigidliyi düzəltmək olarmı? Bu artıq 50-50-yədir. Elə insan var ki, bəli, frigid olur. Həm ginekoloji məsəl üçün müayinələrdən sonra, içdiyi konsentrativ dərmanlardan sonra və psixoloji, seksoloji seanslardan sonra frigidliyi, bəli, biz qadınları yenidən geri qaytara bilirik. O hissləri, məsəlcə orqazm hissini yenidən yaşada bilərik. Amma hansısa qadın həyatında bir dəfə orqazm hissini yaşayıbsa və ona frigidlik diaqnozu qoymaq olarmı? Təbii ki, yox olmaz. Çünki artıq qadın orqazm hissini yaşayıb və ona həmən frigidlik diaqnozu qoymağa ixtiyarımız yoxdur. Amma sonradan frigidlik nimfomaniya ilə qarşılaşa bilərmi? Bəli, qarşılaşa bilər. Doğuş travmasından yarana bilər. Laktasiya dövründən yarana bilər. Və bunu nəzərə alıq ki, hamiləlik dövründə bəzi qadınlarda hormonal dəyişikliklər daha da yüksəlir. Partnyorla eyni cinsi münasibəti yaşamaq istəyir. Bəzi vaxt hamiləlik dövrü və laktasiya dövrü libido düşür, hormonal dəyişikliklər baş verir. Əks cinsini partnyorunu istəmir, qətiyyən yəni yaxın gəlmək istəmir. Elə vaxt olur ki, bu libido qalxır, eləsində olur ki, libido düşür. Bu heç bir patologiya deyil. Hamiləlik dövründə hormonal dəyişikliklər olduğuna görə bu normaldır. Buradan sual yaranır ki, mənim xanımım hamilədir və yaxud da ki, dünyaya uşağı gəlibdir. Laktasiya dövrüdür, yəni süd vermə dövrüdür və biz cinsi münasibətə girmirik, qadın bunu istəmir, mən nə edə bilərəm? Əziz bəylər, təbii ki, siz xəyanət etməyi mən tərcih etməzdim ki, siz xəyanət edəsiniz və bu düzgün olmaz. Çünki sizin xanımınız sizin üçün dünyaya övlad gətirsə, siz də xəyanətə uğrayasınız. Bunun yollarından biri, məsəl üçün, masturbasiyadır. Masturbasiyanın ziyanı varmı, yoxsa yox? Mən elə qadınlardan danışa-danışa kişilərə də keçid alıram. Yəni, hər iki tərəfdən danışacağım. Masturbasiyanın heç bir ziyanı yoxdur. Düzgün masturbasiya, düzgün kremlərdən, yəni intim gellərdən istifadə edərək masturbasiya etmək olar. Pornoqrafik filmlərə baxaraq qadınların diksintisi, iyrənməsi və yaxud da qorxusu. Bəli, mən öz terapiyalarımda illərdir ki, mən bunu danışıram və yenə vurğunlayacağam. Mən heç vaxt icazə vermirəm ki, pornoqrafik filmlərə insanlar meyil salsın. Biz bilirik ki, pornoqrafik filmlər bir kinodur. Ora seçilən insanlar da aktyorlar və aktrisalardır. Hansı ki, bədən xüsusi forması olsun və yaxud da ki, kişilərdə cinsel hissəsində daha böyük ölçülərdə olması hamısı seçilir və onlar aktyor kimi işə götürülür və onlar aktyor kimi işini davam etdirirlər. Və eyni partnyorlara, məsəl üçün, eyni cütlüklərə pornoqrafik filmlərdə baxılırsa, o qədər fəsad vermir. Amma hər dəfə siz pornoqrafik filmlərə baxdıqca və oradakı partnyorlar dəyişdikcə sizin beyniniz şuuraltı başlayır onu qəbullamağa, hər dəfə başqa-başqa partnyorları görməyə. Bu sizə sabahsı günü təbii ki, fəsad verə bilər, doyumsuzluq yarada bilər, xəyanətə doğrama verə bilər və yaxud da ki, hansısa bir maraq yarada bilər. Ondan da əlavə, pornoqrafik filmlərin minimum saatlarına baxsaq görürük ki, 35-40 dəqiqənin üstündədir. Ancaq proses zamanı sevişməndə çıxmaq şərti ilə. Biz də bilirik ki, çox bəylərin də, məsəl üçün, bugünkü günü tez boşalmaları var. Məsəl üçün, 5 dəqiqənin üstü, 3 dəqiqənin üstündə. O da artıq bu kişilərə aiddir tez boşalmalar. Və həmənki vaxtda partnyor
pornoqrafik filmə baxaraq və qadınla cinsi münasibətdədirsə və bunun tez boşalması var və görür ki, bu aralar artıq cinsel münasibəti intimi bitirir, amma ki pornoqrafik film hələ davamlı şəkildə gedir və bəzi kişilərdə daxildən qürurunu sınmaq olur, daxildən özgüvəni sınır və bundan da yaranan bir patologiya olur və müəyyən vaxtdan sonra artıq cinsel istəkdən də belə yayınmağa başlayır, artıq çünki narahatçılıq olur. Qadınlarda nə baş verir? Pornoqrafik filmlərə baxdıqdan sonra hər hansı orada bir poza olsun və yaxud da ki, intim münasibətə xoşa gəlməyən bir hərəkətlərdən qadınlarda irgənmə yaranır və yaxud da ki, o qorxu bir hissi yaranır və qadınlarda bu nüans yarandıqdan sonra bu şuuraltı psixologiyada zehin bu yadda saxlayır. Öz cinsi münasibətinə gəldikdə yoldaşınla və yaxud da partnyorunuzla cinsi əlaqə zamanı başlayır o ssenariləri beynində təsvir etməyə, onu gözünün qabağına gətirməyə və ondan sonra da qadınlarda başlayır iyrənmə hallar baş verir və yaxud da ki, ondan sonra qadınlarda əsasən orqazm pozuntusu baş verir və yaxud da ki, elə qadın var ki, irgənir qorxudan sonra nimfomaniya ilə də üzləşə bilər. Bir də vaginizmlə onu vurğulamadım ki, evli qadın və yaxud da ki, ana olduqdan sonra vaginizmlə üzləşə bilərmi? Çünki mənə inansız WhatsApp-da bu sualı indi verdilər. Bəli, üzləşə bilər. Əgər bir qadın lap 2 uşaq anası olsa da, təbii doğuş və yaxud da ki, keyseriya doğuşundan sonra da hansısa bir ailədə bir travmanı alırsa, istəyir xəyanət ola bilər, istəyir laktasiya dövründə yaranmış bir travma, doğuşdan yaranmış bir travma və yaxud da hardasa bir həyəcan, qorxu yarandıqdan sonra qadın vaginizm ola bilər. Vaginizm müddəti neçə seansa bərpa olunur, biz onu deyə bilmərik. Çünki hər bir qadında, kişidə individual olaraq bədənə baxır. Elə qadın var ki, 3-4 seansdan sonra artıq vaginizmdən xilas olur. Elə qadınlar var ki, 8-10 seansdan sonra da vaginizmdən çıxa bilər. Bəli. Qadınlarda diksinti daha çox məsələn qadınlarda olur ki, əsas hormonal dəyişikliklər baş verdikdən sonra əsas hamiləlik dövründə qadınlarda diksinti başlayır. Məsəl üçün yoldaşının adi parfumu, dərisinin qoxusu və yaxud da ki, tər qoxusu belə onlarda diksinti yarada bilər. Bu psixoloji bir amilə gəlib çevrilir. Müəyyən vaxtdan sonra məsəl üçün artıq uşaq dünyaya gəlir, laktasiya dövrü bitir və yoldaşına yaxın gəldikdə sanki onun beyni o iyini, o belə deyək ki, tər qoxusu olsun, parfumun qoxusu, dərisinin qoxusu fərq etməz. Onu yadda saxlayır və yoldaşına cinsi münasibətə özünü məcbur edərək girməyə başlayır. Sanki bunu zorlayırlar öz yoldaşı tərəfindən və o həzzi ala bilmir. Bu artıq psixoloji amillərdir. Biz bunu ancaq seans əsasında bərpa edirik. Seans əsasında biz konkret terapiya edirik və terapiya əsasında bu diksintini, qorxunu, quruluğu biz aradan qaldırırıq. Diksinti, quruluq, qorxu bu üçü eyni zamanda gedən bir nüansdır. Əsasən qadınlarda bu, yenə deyirəm ki, hormonal dəyişikliklər baş verdiyi zaman olur. Belə. Əsas mən belə deyim ki, mövzuları bir neçə yerə bölərək bunları dedim. Sonra məsəl üçün cinsi istəksizliklərdə yaranan bir ailədə problemlər olur ki, bəy ilə qadın arasında durmadan hansısa bir narazıçılıqlar və yaxud da ki, xoşa gəlməyən dedikodular, söz-söhbətlər və bu başlayır ailədə yansımağa. Təbii ki, qadınlarda cinsi münasibət, kişilərdə də, qadınlarda da eyni, istədiyini ala bilmədiyin zaman başlayır aqressiya yaranmağa. Aqressiya yarandığı zaman biz başa düşmürük ki, məsələn, bir insan gəlir psixoloq kimi, məsələn, konsultasiya, psixoloji konsultasiya, mən aqressivəm, qadın deyir və yaxud da kişi və durmadan aqressiyamı göstərən uşağıma, böyüyə, hər kəsə bu nədən irəli gəlir? Təbii ki, işdə yorğunçuluq ola bilər, yolda tıxaclardan irəli gələ bilər. No, əsasən biz artıq cinsələ yönəlirik ki, həftədə məsələn neçə dəfə cinsi münasibətiniz olub və yaxud da ki, cinsi münasibət zamanı siz partnyorunuzdan zövq alırsınızmı, yoxsa yoxmu? Bu suallarda görürük ki, artıq qırğınlıqlar qalır. Çox adam bu sualın cavabını vermir. Çünki özünə artıq belə deyək ki, daxildən qırılmış hiss eləyir, özgüvəni düşür və biz başa düşürük ki, tamam cinsi münasibət olduğu zaman artıq insanlarda aqressiya başlayır. Belə. Başqa belə suallar varsa biz açaq, istəyirsiniz səsdir. Kamil müəllim necə məsləhət görürsünüz? Bəlkə suallar varsa mənə cavab verim onlara. Sual, bir dənə Vüsal müəllimin sualı var burada. Yəqin ki, yerdən də suallar ola bilər, əllərini qaldırarlar.
Mən bu arada qeyd edeyim ki, qeydiyyatdan keçmək mütləqdir. Mən chat hissədə qeydiyyat linkini atmışam. Siz telefonla girmisinizsə, 3 nöqtə olan yerdə həmin yerdə chat bölməsini görəcəksiniz. Oradan zəhmət olmasa qeydiyyatdan keçin. Sual və yazıb ki, anorqazmiya olan xanımı necə aradan qaldırmaq, yəqin xanımı yox, həmin problemi necə aradan qaldırmaq Problemi olar ki, orqazm ola bilsin. Aha, orqazm olması üçün ananorqazmiya və yaxud da ki, orqazm pozuntusu, fake orqazm olan qadınlar mütləq şəkildə artıq burada heç bir ginekoloji bir check-up etmək lazımdır. Birbaşa seksoloqa müraciət etmək lazımdır. Bu terapiya əsasında bunu aradan qaldırmaq mümkündür. Qadında vaginizmi necə aradan qaldırmaq olar, əgər ginekoloji problemi yoxdursa? Qadında vaginizmi aradan qaldırmaq üçün birinci ən çox vaginizm sadaladığımız nüanslardan əsasən ginekologiya, yenə deyirik, biz bugünkü gün ginekoloqlara müraciət edirik. Ginekoloqlar da təkrar bizə müraciət edirlər. Birbaşa yenə dediyimiz kimi seksoloqa müraciət etməliyik. Burada psixoloji və seksoloji seans keçirilməlidir, konsultasiya olunmalıdır. Qadının problemlərinə baxdıqdan sonra onu seans əsasında, terapiya əsasında aradan qaldırmaq mümkündür. Varmı əlavə suallar olan? O zaman suallar yaranır. Kamil müəllim, üzr istəyirəm, bir dəqiqə sual verim mən. Demək, ön sevişmə dedikdə, ön sevişmə zamanı əgər qadının istəksizliyi varsa, onda bəlkə təbii ki, əziyyət çəkir. O zaman nə etməlidirlər hər iki şəxs? Hər iki şəxsə, Vüsal bəy, sualınıza görə təşəkkür edirəm. Hər iki şəxsdə, məsəl üçün, təbii ki, ən çox bunu bəylər hiss eləməyə başlayır, qadındakı o problemi. Mütləq siz, məsəl üçün də, elə bir insanla qarşılaşmışsa və yaxud da sizin həyatınızda bir insandırsa, siz mütləq şəkildə psixoloq, seksoloqa müraciət etməsi, konsultasiya. Çünki biz ön sevişmə dedikdə bizim suallarımız orada çox yaranır. Bu çox individual bir məsələdir. Bir ön sevişmədə qadın var ki, toxunmağı sevir, qadın var ki, sərtliyi sevmir, qadın var ki, xoş sözlərdən zövq alır, qadın var ki, xoş söz eşitmək belə cinsəldə istəmir, ancaq sevişmək istəyir. Burada ona görə niyə dedik ki, konsultasiyaya gəlsin, məqsədimiz o deyil ki, pasiyentlər durub qapımıza gəlsin. Məqsədimiz odur ki, biz individual olaraq sualları verək, o suallar əsasında cavab tapaq. Mən sizə üçün mənə Instagram tez-tez yazırlar ki, məndə vaginizmdir, amma bilmirəm nədən yaranır. Nədən yarana bilər? Bu biraz elə bir sualdır ki, çox incə sualdır. Biz ona cavab verə bilmirik ki, nədən yaranır. İndividual olaraq suallar verməliyik konsultasiya zamanı və o suallardan artıq biz bilməliyik ki, bunun problemi nədədir və nəyə görə, məsəl üçün, vaginizm yaranır və yaxud da ki, orqazm pozuntusu yaranır və yaxud da quruluq. Biz individual olaraq onu konsultasiyada cavabını tapırıq və onun əsasında artıq düzgün terapiya seçib terapiya edirik. Ləman xanım, ola bilər, bax, məsəl üçün, müəyyən sıxıntıları, problemləri var və internetdə də rastlaşıb ki, bu seksologiyaya aid olan bir məsələdir. Psixoloqa müraciət etmək lazımdır. Amma utanır, ümumi gedişat barədə məlumatı yoxdur ki, burada seanslar necə keçirilir. Yəni, təbii ki, detallara varmadan bu qısa müddət ərzində onları çatdırmaq mümkün deyil də. Ümumiyyətlə, bu müdaxilə texnikaları, interventionlar hansı formada keçirilir adamlarla? Seansların formatı necə olur? Seansların formatı belə deyim ki, birinci hər bir şey individual olur. Ən çox insanlar sual verir ki, anonimlik məsələsini ki, anonimlik qorunurmu yoxsa? Bu günlər bütün ölkələrdə olan də müqavilə əsasında müqavilələr imzalanır, anonimlik qorunur və bu artıq heç bir, belə deyək, adi öz eyni cinsi bir rəfiqəsi olsun, bacısı olsun, kimsə gələndə belə məlumat verilmir. Öz partnyoru belə gəldikdə məlumat verilmir, əgər həmən insan bu haqda məlumat vermək istəmirsə. Birincisi, mən əgər ailədə problem varsa, mən cütlük terapiyası edirəm. Həm kişini, həm qadını seansıma dəvət edirəm, konsultasiyama və həmənki müddət birinci ikisini bərabər dinləməyə çalışıram.
Görürəm ki, səmimiyyət ortada tam %100 deyilsə, biz artıq seans əsasında bəyi ayrı qəbul edirəm, qadını ayrı qəbul edirəm. İkisinin problemi ayrı-ayrılıqda eşitdikdən sonra bərabər ortalıqda onları seans əsasında terapiyalar seçirik və onun əsasında eləyirik. Terapiyalarımız hansılardır? CBT-dir, NLP-dir, Gestalt terapiyadır və MDR terapiya. Mən məsəl üçün qadınlardan daha çox illərdir ki, Gestalt terapiyasını işləyirəm. Çünki qadınların ruhuna daha yaxın olan Gestalt terapiyadır. Nəyə görə biz qadınlardan onu işləyirik? Qadın ruhu daha incədir. Qadın daha incəliyi sevir. Daha çox qadınlar daxildən qırğınlığı daha çox yaşamağa başlayıb son zamanlar görürəm bunu qadınlarda. Hər kəs özü güclü göstərməyə çalışır, amma daxildə çox qırğınlıqlar yaşayırlar. Gestalt işlədiyimiz zaman birinci qadını özünə tanıldırıq. Vəbşi sən kimsən? Məsəl üçün mən Ləmanam. Ləman olaraq mən kiməm? Bu dünyada mənim atdığım addımlar nələrdir? Və mən özümü hansı yerdə görürəm? Mən bir qadın kimi, ana kimi, mütəxəssis kimi hansı yerdə? Özümü tapdıqdan sonra mən artıq rahat şəkildə partnyoruma da, yoldaşıma da normal bir addım ata bilərəm və insanlara da qarşı bir normal addım ata bilərəm. Tamam, icazə olarmı bir dəqiqə? Buyurun Vüsal bəy. Çox təşəkkür edirəm Ləman xanım da təşəkkür edirəm bu cür mövzuya toxunubduq. Burada bizim auditoriyada əksəriyyəti xanımdır. Və qeyd edim ki, mən bir çox belə təlimlərə qoşulmuşam və adətən bizim ümumiyyətlə milli dəyərlərimizə uyğun olaraq istər bəy olsun, istər xanımlar olsun, bu cür təlimlərdə utanclıq hissi keçirərək suallar vermirlər. Mən özüm psixoloq hipnoterapevtəm və qeyd edim ki, cinsel terapiyanı keçmişəm. Bayaq sual verməyimə səbəb oydu ki, Ləman xanım, ilk onca olaraq qeyd edeyim, seks və yaxud da seksologiya dedikdə bizdə yanlış anlama baş verir insanlarımızda. Və başlayırlar ki, tərbiyəsiz, nə bilim, ağzına gələn danışır, bu cür sözlər. Ancaq onun mənası tamam bambaşqa bir şeydir. Təbii ki. Və seks dedikdə, seks o deməkdir ki, cinsi münasibət anlamına gəlir. Cinsel deməkdir. Cinsel deməkdir. Təbii ki. Və qaldı ki, bayaqlar mən 2 sual verdim. Nəyə görə 2 sual verdim? Bugünkü gün bizim istər xanımlarımız olsun, istər bəylərimiz olsun, həm vaginizm və anorqazmiya mövzusu gəldikdə çox əziyyət çəkirlər. Niyə əziyyət çəkirlər? Bu, uşaqlıq dövründən və yaxud da ana bətnindən gələn bir şeydir. Və burada vaginizmin əsas səbəblərindən biri təcavüzdür və qorxudur. Əgər o təcavüzə uğrayıbdırsa, bax, həmən xanımda vaginizm əmələ gəlir. Və yaxud da ki... Vurğunladım ki, Avropa ölkələrində vaginizm belə anatomik olmur. Daha çox zorakılıqdan olur. Məişət zorakılıq olsun və yaxud da ki, adi bir zorakılıqdan əmələ gələn bir vaginizm bunlardır. Bizim ölkədə amma artıq uşaqlarımızı elə bir sıx mühitdə böyüdürük ki, qız uşaqlarımızı. Artıq bunu heç bir şiddət olmadan belə vaginizmlə üzləşməyə başlamışıq. Təbii ki. Və qaldı ki, hansı ki, mənim praktikamda olaraq cütlüklərin bugünkü günü əziyyət çəkdiyi 3 şey var. Ayıb, çəkinmək və utancaqlıq. Və səmimiyyətin olmaması. Yox, səmimiyyət başqa bir şeydir. Ayıb, utancaqlıq və çəkincəklik. Bayaq siz qeyd elədiniz ki, yataqda, nə bilim, küçülüyü gətirilir ora, davadalaşsa da ora. İlk öncə olaraq fərqi yoxdur. Nə olur olsun, gün ərzində əgər hər hansı bir hadisə baş verirsə, axşam, gecə həyatı bambaşqa bir şeydir. Və seks həyatı tam bambaşqa bir şeydir. O seks həyatında gecə, tək gecə yoxdur. Ümumiyyətlə, seks həyatında küsüllük, davadalaş, nədir, o qapının arxasında qalmalıdır. İstər bəy olsun, istər xanım olsun. Buna ancaq əfsuslar olsun ki, bizim insanlarımız maariflənmədiyi üçün, məlumatsız olduğu üçün bu cür digər yanlış bir
anlama gəlirlər, yanlış məlumatlara gəlirlər və o küsünlüyü, o davadalaşı, o incikliyi gətirirlər yatağa. Yatağa Evet. gətirməyin nəticəsində də bir-birini anlamırlar və əgər cütlük yataqda bir-birini anlamırsa, onların gündəlik həyatı bərbaddır və heç vaxt da onların gündəlik həyatı normal ola bilməz. Və hər zaman deyirlər ki, həyat seksdən ibarət deyil ki, xeyr, həyat tamam, seks həyatı tamam bambaşqa bir şeydir. O başqa bir məişət və başqa bir həyatdır. Orada hər bir şey müzakirə olunur. Orada hər bir şey həll olunur. O baxımdan da bilirsiniz necədir? Bizim ümumiyyətlə Can müəllimə mən çox böyük hörmətim var. Çox gözəl də bir təlimlər keçirir və təşkil edir. Və bizim bu təlimlərdə ən əsası nəzəriyyəyə üstünlük verilir. Necə nəzəriyyə? Sadəcə olaraq oxuyub məlumat vermək və onun ta ki onun xırdalığına getmirik. Niyə getmirik? Biz yenə də burada təlimçi olaraq milli mentaliteti qoruyuruq. Milli dəyərləri qoruyuruq. Bilirsinizmi? Burada söhbət utancaqlıqdan getmir. Əgər biz burada bura qatılan şəxslər, əgər bu istəyib gəlib bura zorakılıqla gəlmir və ya da məcburi gəlmirdi. İstəyib bura qatılıbdı. Əgər bura qatılıbsa, demək ki, bu maariflənmək istəyir və burada biz nə etməliyik? Xırdalığına qədər çözməliyik və həll yolunu göstərməliyik. Üç cür seks var. Deyim sizə. Bayaq siz C nöqtəsindən toxundunuz. C nöqtəsi əgər xanım öz ruhunu hiss edirsə, hansısa bir nahiyəsində, C nöqtəsi oradadır. Vüsal bəy, çox üzr istəyirəm. Biraz qısa eləyin. Buyurun. Sualınızı da konkretləşdirin. Mən qutardım. Yox. Mən təşəkkür edirəm hər ikizə. Çox sağ olun Can müəllim. Təşəkkür edirəm. Buyurun. Ləman xanım, fikriniz var, yoxdursa mən sualları oxuyum. Suallarımızı oxuyun. Nurcan xanım yazıb ki, yeni evlənəcək olan gənc bir qadına cinsel münasibətə qarşı qorxunu aradan qaldırmaq üçün nə kimi məsləhətləriniz ola bilər? Gənc ailə, yəni belə deyək ki, nikaha daxil olmamışdan öncə, məsələn, belə deyim ki, bugünkü gündə insanlar maarifləndirir. Son zaman təbii ki, Vüsal bəydən bəxtlə danışdığımız kimi, biz oxları üzərimizə götürürük, psikolog kimi. Bizə də hər cür sözlər də yazırlar, təhqir də edirlər, tənqid də edirlər. Yəni biz bunu normal qəbul edirik. Gənc insanlar ailə qurmamışdan öncə, təbii ki, əsasda qadınlar seksoloqa müraciət etməkləri daha müsbət olar. Çünki seksoloqa müraciət etdiyi zaman konsultasiya edirik və biz bir çox məsləhətlərinizi görürük. Yəni siz həqiqətən sevib ailə qurursunuzsa və yaxud da ki, lap məcburiyyətlə də belə deyək də ailə seçib ailə qurursa, ən çox da bu ailə seçib və ailə qururam dedikdə qadınlarda istəksizlik daha çox olur. Ona görə konsultasiyaya yaxınlaşaraq ətraflı məlumatlar ala bilərlər. Yəni burada sual ailənin yox, gənc bir qadının cinsel münasibətə qarşı qorxusundan gedirdi. Qorxusundan. Qorxusunu ancaq seans əsasında biz onu aradan qaldırırıq. Okay. Biz bilməliyik ki, o niyə qorxur, səbəbləri nədir qorxunun, yoldaşından mı qorxur, cinsəldən mi qorxur, ümumiyyətlə ailə həyatından mı qorxur. Yəni sırf biri var ki, toy gecəsindən qorxur, biri var ümumiyyətlə ailə həyatını qurmaqdan qorxur. Və yaxud da ki, lap nişanlıyam, amma ki, bir aydan sonra toyumdur və yaxud da ondan mı qorxur? Biz o qorxunu aydınlaşdırmalıyıq birinci dərəcədə ki, konkret nədən qorxuruq? Cinsəldirsə, bəli, biz onu tərəqqi edirik. Yenə cinsəldən bu insan niyə qorxsun? Əgər zorakılıq olmayıbsa, biri aldatmayıblarsa bunu bir şəxs tərəfindən və yaxud da ki, məişət zorakılıq olmayıbsa və yaxud da ki, bir başqa problemlər üzləşməyibsə, qadın niyə qorxmalıdır sevdiyi insandan? Okay. Deməli, qorxunun ətrafındakı həlqə ilə işləyirik ki, qorxu nəyin fonunda yaranıb, necə yaranıb və buna yönəlik, qorxuya yönəlik düşüncələr dəyişdirilir terapiya seansında. Lüda xanım sual vermək istəyir. Buyurun, verə bilərsiniz sualınızı. Çox sağ olun. Eşidirsiniz?
Bəli, bəli Lüda xanım, buyurun. Çox sağ olun. Mən sizə Rusiyadan qoşulmuşam. Çox Mən də çox sağ olun. Mən də sizə çox minnətdaram və mən də psixoloq işləyirəm, nevroz sahəsində, nevrozlarla. Mən də bir neçə instrumentlər istifadə edirəm, amma seksoloq kimi, yəni mən savadlı deyiləm. Ona görə sizə belə bir sualım var. Buyurun. Mənim bir neçə dənə həm kişi cinsi, həm qadın cinsi pasiyentlərim var və onların bir dənə belə bir sualı var. Orqazm yalnız masturbasiya zamanı olur və cinsi əlaqədə orqazm qadınlar və yaxud kişilər keçirmir. Bu artıq vərdiş formasına düşüb, priviçka olaraq və bunun yəni açması varmı? Bunun çıxışı varmı? Əlbəttə ki, Lüda xanım, əlbəttə ki, biz ona görə düzgün terapiya seçirik. Bu masturbasiya etdiyi zaman kişilərdə də, klitorial qadınlarda da boşalma olduğu görə artıq bunlar örgəşir və bir-birinə zövq ala bilmirlər. Birinci burada baxmaq lazımdır, bunlar pornoqrafik filmlərə çoxmu baxıblar? Və yaxud da ki, burada başqa nüans gəlir ki, bunlar ilk cinsi münasibət gecəsindən başlayır. Travma yaşayıblarmı? Əgər ilk cinsi münasibət gecəsi, məsəl üçün qadın bakirədirsə, bakirəliyi açıldıqdan sonra bunlar cinsi münasibəti davam eləyə bilməyiblərsə və ikisi də masturbasiya keçib ondan zövq alıbsa, bu artıq oradan vərdiş yaranır. Və təbii ki, biz burada terapiya edərək və həmən qadını və həmən kişini psixoloji problemlərini aradan qaldıraraq bunu yenidən bir-birinə yönəldərək zövq aldıra bilərlər. Təbii ki, bunu aradan qaldırmaq olar. Yəni bu metodun geri yolu var, düzdür? Bəli, geri yol var. Düzdür, prosedur çox uzun çəkir. Mən bunu başdan deyə bilərəm. Mən konkret deyə bilmərəm nə qədər seans. Amma ki, bir prosedur, bəli, bu daha yəni 3 seansa, 4 seansa vaginizm kimi tez bərpa olunmur, amma ki olunur. Çünki burada həm kişidir, həm qadın olduğuna görə hər iki insanın cüt terapiya keçərək psixoloji durumunu düzəltmək lazımdır. Burada artıq bir psixologiya rol oynayır, iki artıq seksologiya rol oynayır. Burada istəyir pozalar olsun, istəyir məsəl üçün adi cinsel münasibət zamanı deyilən söz olsun, bunlara çox böyük fəsad verir. Yəni adi bir səhv bir söz dedikdə belə onların fikri qarışa bilər. Çox sağ olun, çox sağ olun. Siz sağ olun əzizim. Zülfiyə xanımın da sualı var, gördüm əl qaldırıb. Axşamınız xeyirli xanım. Maraqlı məlumatınıza görə çox təşəkkür edirəm. Bayaq bir xanım qorxu haqqında yazmışdı. İcazənizlə biraz da ona fikir bildirib sizin də fikrinizi bilmək istəyərdim. Qısaca deyəcəm, xanım demişdi qorxu haqqında. Şəxsən biraz da subyektiv opusundan deyim ki, məncə o qorxunun yaranmasının səbəbi də bizim cəmiyyətdə bəzi insanların o şəxsi sərhədi tanımadan, indi açıq deyək, bir çox xanım o ilk yaşadığı oputu açıq aydın xanım cəmiyyətində tam ətraflı paylaşır və o subyektiv qorxular o biri qarşısındakı o ilk girəcək olan xanımda qorxu yaradır. Bəli, bəli. Şəxsən, yəni heç kim nəzərə almır ki, belə şeylər individualdır. Məsəl üçün, kimsə pis keçirdə bilər bunu, kimsə daha şey. Və istər-istəməz o insanın orqanizmi ağrı olmayacaqsa da, deyək ki, o qorxuya səbəb olacaq heç bir şey yoxdursa da, amma şuur altı o qorxu yeridir. Şəxsən mənim Təbii, mən sizə tam razıyam bu məsələdə. Belə ki, bugün həmən bir pasiyentim var, toylarından bir ay keçibdi. O qədər xanımı qorxudublar ki, toy gecəsindən məsələn. O qadın mənim yanıma gəlib, bugün deyir ki, biz bir ayda bərabər bir evin içində yaşayırıq, amma bizim cinsi münasibətimiz yoxdur, mən qorxuram. Bu insan bilmir hələ ki, cinsi münasibət ümumiyyətlə nədir? Hələ yaşamır. Bu artıq qorxur. Çünki biz adi sözdə belə ifadə etdiyimizdə bir-birimizi qorxudaraq, adi bir mentaliteti götürərək məsələn insanların üstünə hücum etməklə biz ondan da qorxu yaradırıq. Falan kəs də deyəcək, beşmə kəs də deyərək də qorxu yaradırıq bədənimizi. Yəni hər bir insan aldığı məlumatı ötürmə qabiliyyəti var da, bədənə verilən bir belə deyək ki, ötürməsi var. Normal da ötürə bilir bədənlə və bədənə ağır formada da ötürərək belə deyək ki, geri dönüşə ağır fəsad verə bilər. Bu da əsas məsələ. Və yaxud da ki, gündə bir xəbərləri alırıq. İnsan var ki, artıq öyrəşir bunu. İnsan var ki, hər bir xəbərdən sonra təşviş halına düşür. Eyni bir məsələ bundadır. Cinsəli biz bugünkü günü hər kəs cinsəldən danışmağa başlayıb, hər kəs cinsəl münasibəti göstərməyə başlayır danışaraq, amma ki yalan məlumatlar çoxdur ki insanları cəlb etsin. Mən düşünürəm ki yalan məlumat verərək insanları cəlb etmək daha səhvdir.
Nə var onu deyərək insanları göstərmək daha düzgündür. Mən hər kəsi qorxudum, üzr istəyirəm hər bir kəsdən. Psixoloqları burada toplanıb, hər bir kəsi qorxudaraq özümü konsultasiyama yığım. Müəyyən vaxtdan sonra mən özüm yalançı bir psixoloq olacağam. Ona görə düzgün təlimatlandırmaq lazımdır insanları. Bir də çox üzr istəyirəm, bir də bizdə o şey var, ilk gün təmiz çıxmama pozisiyası. Bəli. Aydı. İnanın ki, yəni özünüz də bir psixoloq olaraq yaxşı bilirsiniz ki, yəni hər kəsdə də o şey olmur da indi. O olmayan bir şey de var. Bunun uşaqlıqdan gelen bir şey var. Bunun ginekolojik şey de var. Ama hanım Əlbəttə. bu kadar o birden olmasa seni belə edecekler. Bilirsiniz necə? Varsa da yok olacak bir həddə çatdırırlar. Təbii ki də. Bakirəliyə gəlib çatdıqda biz bunu çox ətraflı danışa bilərik. Məsəl üçün var ki, bakirəlik qalın pərdəsi ola bilər, normal ola bilər. Elə qadınlarda var, elastikdir, ümumiyyətcə bakirəlik yoxdur. Və bunun üstündə biz artıq üstünə geçsək ki, səndə qan olmadısa toy gecəsi, sən artıq defektsən, sən daha öncə də həyatında birisi ol. Bu artıq cahillikdir mən düşünürəm və bununla deyərək qadını biz qürurunu qırırıq, qadında özgüvənsizlik yaradır və bunu bütün həyatı boyu üstünə bir dənə xaç qoyaraq gəzdirməyə məcbur edirik. Bu düzgün deyil. Və hətta ki, bugün boşanmış qadınlar haqqında deyilən bir sözdür. Bu yəni düzgün bir addım deyil. Boşanmış qadınların belə götürək 80%, 90%-ni danışdıranda deyir ki, yox mən yenidən ailə həyatı qurmaram qəti sürətdə. Deyəndə ki, nəyə görə qurmursan? Sən yenidən xoşbəxt ola bilərsən. O deməkdir ki, sən ilk talihin alınmadırsa, sən ikinci dəfəndə səni bu cür talih gözləyir. İnsanların o qınaq obyektindən qorxaraq qadın bir addım atmağa qorxur və çəkilir kənara durur. Və bunda artıq özgüvənsizlik yaranır və durmadan özünü sorulmağa başlayır, durmadan özünün daxildə vicdan əzabı çəkir və hətta birbaş. Bir dənə boşanmış kişini qınamırıq, amma boşanmış qadınların üstünə gedərək qınamağa başlayırıq. Bu böyük bir, belə deyim ki, ölkəmizdə bir problemdir. Həqiqətən bu böyük bir problemdir. Sən məktəblərdə cinsi tərbiyə ilə bağlı bir işlər görülməlidir. Yəni uşaqlar artıq məktəb dövründən müəyyən bir mərhələdə yaşlarına uyğun olaraq məlumatlı olmalıdırlar müəyyən bir məsələlərdə. Yoxsa birdən-birə indi informasiya bolluğu dövründə internetdə telefon əlinə keçir. Siz qeyd etdiyiniz kimi pornoqrafiyaya materiallarla rastlaşırlar, üz-üzə gəlirlər və altdan da tərbiyə edilmiş yöndən verilən informasiya yox, bolluq və idarə olunmaz informasiyanın içərisindən çox şeylərlə rastlaşa bilirlər. Eləcə də boşanmış ailələrlə bağlı, boşanmış qadınlarla bağlı olan fikirlər, stigmalar da o cümlə bu formada müzakirə oluna bilər. Bunu oluyorsunuz. Məktəblərdə bu cinsel məsəl üçün dərsləri qoyulması və yaxud da ki, ayda bir dəfə olsun seminarın keçirilməsi çox vacibdir. Elementardır, mən məsəl üçün müəyyən vaxtda məktəblərə getdiyim zaman cinsel terapiyanın etiket dərsi kimi verdikdə, seminarlar qoyduqda mən gördüm ki, bəzi analar öz övladlarla dost olmadığına görə əsas da qız uşaqlardan söhbət gedir. Onlar ümumiyyətlə itmiş bir insandılar uşaqlar olaraq həyatda. Onlar sirr menstrual dövr olsun və yaxud da gigiyenik tərəfdən olsun və yaxud da ki, ümumiyyətlə əks cinsdən danışmağı belə bacarmırlar. Qorxurlar, çəkinirlər, gizlənirlər. İçində bir rəfiqəsi bir sözdür, onu belə içində gizlədərək saxlamağı tərcih edir. Yəni bu çox böyük problemdir. Ona görə biz təbii ki, belə deyək, məktəb yaşlarından 8-ci sinifdən yuxarı cinsəllə başlamışıq layihələr keçirməyə, tədris etməyə və universitet dövründə olan qızlardan da belə. Və yaxud da ki, hər bir kəs, hər bir qızın dediyi bir söz var. Mən aldandım. Bu insan mənə sevgili dedi, mən aldandım. Bu insan mənə bunu dedi, mən aldandım. Və düşünürlər ki, günah özündədir. Xeyr, günah özündə deyil. Biz ona baxmalıyıq ki, ümumiyyətcə bu niyə aldanır? Hər bir səni sevirəm sözü aldanır. Deməli, bunun o bir balansı var ki, daxilində. O balansda olmadığına görə o hər bir sevirəm sözünə aldana bilir. Bu da psixoloji bir problemlərdə irəli gəlir və bundan da sonra keçir bu seksoloji problemlərə. Burada Royal Abdiyevin sualı var. Mənim fikrimcə küslülük, söz-söhbət və anlaşılmazlığın otaqdan çöldə qalmağı mümkün deyil. Onu bacarmaq üçün də tam başqa bir insan olmalısan. Dünyadan kənar 10 dəqiqə qabaq zalda olan söhbəti yataq otağında necə unutmaq olar? Yəni, bu replikadır. Zülfiyə xanım əlini qaldırıb, sonra Lüda xanım.
Kamil mənim şey deyəcəkdim, məktəblə bağlı dedi. Mən 10-cu sinif rəhbəriyəm və arada yəni olur ki, sinif təşkilat saatımız olur. Orada qızlarımı biraz cinsi tərbiyə olsun deyə mövzumuz düşmüşdü. İndi bizim mövzularımız olur. Və orada onlara demişdim ki, sizin indi sevgi hissinizin olması normal bir şey ola bilər. Amma qorxmazdan da çox bilin ki, sizin bədəniniz, siz o qədər özəlsiniz ki, şəxsiyyətiniz o qədər özəldir ki, yəni bunu hər sevirəm dediyilə paylaşmaq doğru olmaz. Bəli. Və o sözdən sonra qızlarımın bir çox rəyini aldım ki, mən bəs sevdiyini necə başa düşərəm? Yəni orada artıq bilirsiniz necə bir növ sevilmək istəyi ilə də yanlış yola düşürlər. Bəli, bəli, bunlar var. Okey. Çünki burada siz belə deyərdim, daha çox valideyninlə uşaqların dostu olmamağından irəli gəlir Zülfiyə xanım. Məsələn, siz gözəl sinif rəhbəri olduğunuza görə siz bu mövzuları onlarla toxunursunuz, bu mövzuları siz danışırsınız. Hər bir sinif rəhbəri bu cür mövzuları qoyub, bu cür danışsa, artıq uşaqlar ən azı valideyndən sual verib, valideyndən o cavabı almayanda və yaxud da ki, o istiliyi və yaxud da o sevgini və yaxud da ki, nəyisə ala bilməyəndə onu sizdən ala bilirlər. Bu nadir olur bu sinif rəhbərlərin içində. Mənim çox arzum olar ki, bəli, sinif rəhbərləri daha çox qızları bir yerə yığaraq, bir psixoloji, seksoloji bir tərbiyə dərslərində, cinsel tərbiyə dərslərində, istəyir intim gigiyenası olsun, bu haqda danışmalıdırlar. Bugünkü gün çox nadir halda bu haqda. Anatomiya dərsi elə keçilir bizim məktəblərdə. Sanki anatomiya dərsindən zoologiyadan dərs keçilir. Yəni tamamilə o qədər gizli danışılır ki, heç bir nə qız, nə oğlan başa düşmədi ki, qadında hansı cinsel orqanı var və ya da kişidə hansı cinsel orqan var. Yəni o qədər qısıtlı şəkildə danışılır. Lüda xanım Kamil müəllim, sizin səsiniz bağlıdır, səsiniz gəlmir. Aha. Lüda xanım əlini qaldırmışdı. Bəli. Mən yenə icazə edirdim. Bir sualım var sizə Ləman xanım. Buyurun. Bir şey var ki, bizim mentalitetdə, mən özüm metisam, qarışıqam. Ona görə yenə Azərbaycana aid edirəm özümü. Azərbaycan mentalitetinə baxanda, təbii ki, bu cinsi əlaqə də toydan sonra olur, düzdür? Və oğlanla qızın və yaxud xanımla bəyin temperamenti üst-üstə gəlməsə, bax, gəlmədi. Biri aktivdir, biri də passivdir. Bax, siz nə məsləhət verə bilərsiniz və burada necə çıxış yolu ola bilər? Mənim üçün bu vacib bir sualdır. Lüda xanım, mən də onu deyə bilərəm ki, mən də Azərbaycanlı deyiləməzsən, Yahudiyəm və mən ona görə başdan dedim ki, mən Rusiyada oxumuşam, 2 il təhsil almışam və o mentaliti çalışıram haradasa birləşdirməyə. Çünki burada tamamilə mental dövrlər başqadır, orada tamamilə anlaşma mentallığı da başqadır. Temperament məsələsinə toxunduqda heç bir kişi ilə qadın təbii ki, cinsi münasibət öncə deyə bilməz ki, bizim temperament eynidir, yoxsa yox. Birincisi dərəcədə mən niyə həmişə vurğulanıram səmimiyyət? Oğlanla, qızla görüşər, harası gedəndə, restoranda gedib oturanda bir-birinə səmimiyyəti yoxdur, gizlədir. Gərək ki, oğlanın hansısa bir yataqda bir çərçivəsi var. Qadın isə o cinsel münasibət olmasa da, bakirədə heç bir sərhəti yoxdur. Öz beynində təsvir edir ki, mən buna bu cürlə cinsel münasibətdə olacaq. Və bu gənclər bir-birinə bu hisslərini gizlətməyə başlayır. Təbii ki, bu temperamenti biz onu artıq ölçə bilmək. Ancaq test eləyə bilərik ki, psixoloji testlərdə və seksoloji testlərdə bu qadında temperament nə dərəcədədir. Sonra kişidə ölçə bilərik bu nə dərəcədir. Və sonda biz nəticəni qoysaq ki, biri pozitivdir, biri aktivdir. Bunu qəbul edib etməyəcəkləri artıq çox sual altındadır. Və bizim maraqlandıran da olacaq ki, mən birinə desəm ki, sən pozitiv tərəfisən, sən isə aktiv tərəfisən və bunların sonu nədə bitəcək? Bunlar dəqiqmi mənim sözümdən sonra evlənməyəcəkdir? Ya da bu nüans artıq olan öz əlindədir. Təbii ki, konsultasiyaya gələ bilərlər. Mən test edib bunların temperamentini hesablayıb şkalalardan deyə bilərəm. Amma ondan sonra qərarlarında olacaq. Bunlar yenidən nigaha girəcək, yoxsa yox. Səmimiyyət olmayandığı zaman oğlan beynində sərhədlər qoyur, qız beynində və ya da əksinə. Hansındasa birində sərhədlər var ki, cinsel münasibət bu sərhədlər icazə var, bu sərhədə gedir. Bundan o tərəfə aşırı da olmaz. Bu biraz çox belə individual sual olduğuna görə hər bir partner buna cavab vermir. Və ya da bir-birinə səmimi olmayacaqlar. Bizim mental dövrlərimiz Azərbaycanda başqadır. Nişanlı dövrdə birinci ev davası gedir, sonra qızıl davası gedir, sonra nəsə davası gedir, sonra toyda nə qədər insan yığılacaq. Amma
insan böyük yaşda olan insanlar özü haqqında danışmır. Və ya da bir evin altında yaşayacaq, və ya da bir evin altında yaşadığı zaman bunlar düşünür ki, ancaq iki insanı gənc, ancaq ortaqlığı cinsəllikdir. Xeyr, orta nöqtələr olmalıdır bərabər. Maraqlarımız olmalıdır bərabər. Bunlar olmadığı zaman təbii ki, bu aləm müəyyən vaxtdan sonra bir-birinə marağı etdikdən sonra, cinsəldə də bezdikdən sonra ailə darman. O zaman bu sual qanun səviyyəsində olmalıdır ki, evlənməmişdən qabaq gerçəkdən də bu psixoloqları, seksologları bu cavanlar keçməlidir ki, biri var toydan sonra boşanmaq, biri var ondan öncədən bilməlidirlər ki, bu temperament söhbəti eyni səviyyədə olmalıdır. Çünki bu elə bir şeydir ki, bu organikdir də, yoldaşı ola bilər həftədə 5 dəfə olmaq istəyər, qadın ayda bir dəfə və bu gerçəkdən də vacib olan bir temadır. Yalnız sonra boşanma olmasın deyən, uşaqlar anasız atasız böyüməsin deyən, bu necə deyim, bu государство səviyyəsində olmalıdır. Bəli. Я с вами согласна, Люда xanım. Çünki nəyə görə məsələn 2.50 razıyam. Bugün analizlər necə qoyublar, məsələn, Ata Xidmətə və ya ZAKS idarəsinə müraciət etdikdə analizlər vermək lazımdır. Mən düşünürəm ki, təbii ki, bu bir psixoloq-seksoloq düşüncəmdir. Dövlət səviyyəsində də hansısa bir terapiyalarda qoysalar, psixoloji bir rəy də aparsalar, bu çox yüksək də ola bilər. Mütləq. Qadınlar var ki, temperamenti siz dediyiniz kimi yoxdur, kişi temperamentlidir, qadın da aqressiv tərəfdir. Çox aqressiyadır, heç bir temperamenti yoxdur. O yoldaşını necə razı sala bilər, nə maraq göstərə bilər. Və ya da müəyyən illərdən sonra ortada xəyanət olanda, təbii ki, yenə izah edirəm ki, mən xəyanətin tərəfdaşı qətiyyən deyiləm və heç bir xəyanət, yəni istər kişi tərəfindən, istər qadın tərəfindən qəbullanmır və bu müqayisə oluna da bilməz. Yəni bu konkretdir. İcazə yoxdur, yoxdur və salam. Nə məndə icazə yoxdur? Yəni bu düzgün deyil. Partnyorlar arasında xəyanət olmamalıdır. İkisi bir-birinə dürüst olmalıdır. Amma ki, müəyyən vaxtdan sonra ki, kişi də başlayıb gəlib seanslar ki, o mənə qışqıra öz halını başına salamaq istəyir ki, mən həftədə 3 dəfə cinsi münasibətdə olmaq istəyirəm. Mənim yaşım məsəl üçün 30-dursa və ya 30-un üstüdürsə, mənim yoldaşım ayda bir dəfə məcbur eləməsə heç yaxın gəlməz. Mən nə edim o zaman? Masturbasiya etmək istəməm, buna məndə vərdiş yaranır. Başqa partnyora yaxınlaşa bilmirəm, çünki bu düzgündür, xəyanət. Bəs mən nə edim? Görürsünüzmü ki, artıq burada ailələr dağılmağa başlayır. Təbii ki, başdan ZAKS idarəsinə artıq müraciət olunur. Necə qan analizi veririk? Hansısa məsəl üçün qan resursları üst-üstə gəlir, gəlməməyi, virusları yoxlatdırdığımız kimi də mütləq şəkildə də bir psixoloji seansa da getsələr, cütlüklər çox gözəl olar. O həm burada temperamentin bilmək olar, həm artıq xarakterini də çıxardırlar ortaya, həm pozitiv, negativ olduğu tərəfi də hər bir şey yəni bir üzə verəcək. Və ya bir günü uşaqla ata boşandıqdan sonra görüş təyin edəndə necə psixoloqa müraciət edirlər, psixoloji bir xarakteristika yazılır. Eyni nikaha da gələndə bu xarakteristika yazısı çox yaxşı. Və siz yenə də təsdiqlədiniz ki, bunu qanun olaraq mütləq olmalı. Yəni Azərbaycan bu psixoloqların cəmiyyəti bir məktub yazmalıdır yəqin ki, bu hökumətə. Doğrusu eyni problem Rusiyada da var. Eyni problem burada da. Mən Moskvada işlədiyim dövrdə, mən Moskvada diaqnostik sentrdə işləmişəm. Həm Moskvada, həm Stavropolda diaqnostik sentrdə işləmişəm. Uzun illər bütün işlərimi öyrəndiyim professor Makarovdan öyrənmişəm işlərimi və şəxsən professor psixoterapiyanın prezidenti şəxsən özü mən təltif edib sertifikatla. Mən onun tələbəsi olmuşam və bunun həqiqətən fəxr edirəm. Bütün terapiyaları da mən Makarovdan öyrənmişəm. Və hər zaman onu işlədiyim müddətdə onun özü də vurğuladı ki, nəinki Azərbaycan və Rus, vəhşi SNG ölkələrində bunu qaldırmaq lazımdır assosiasiya səviyyəsində və bunu artıq nikaha getməkdən öncə bunu belə deyək ki, psixoloji xarakteristika yazılaraq nikaha girmək lazımdır. Sadəcə Rusiyanın bir dənə üstünlüyü odur ki, onlar cinsi münasibətdə yaşayırlar, bir evin altında, bərabər yaşayırlar, bilirlər və orada qınaq obyekti yoxdur bu qədər bizim olduğu kimi. Burada bir oğlanı bir qızla əllə şəhərdə gördüyü zaman artıq adına söz çıxardırlar və bu psixoloji travma yaradır. Və ya da bir qızın nişanı qaydırsa artıq o boşanmış qadından da 5 betər sayılır. Artıq deməyəcək, ancaq dul kişi ilə ailə qurmalı və bu cür düşüncə tərzli olan bir məsəl üçün dövlətdə yaşayırıq. Təbii ki, bu da zaman-zaman get-gedə müasirləşəcək, müasirləşəcək, gəpişəcək. Amma bunun müasirləşməyi üçün biz daha da durmadan bu, belə deyək ki, bu sualları öz üzərimizə götürərək, bu təhqirləri, tənqidləri götürərək biz məcbur insanların içində bunu danışmalıyıq ki, maarifləndirməliyik ki, insanlar inkişaf. Bəli, çox sağ olun. Siz sağ olun.
Deməli, Ləman xanım, biz sizə təşəkkür edirik. Elektron platforma olduğumuza görə bizim təşəkkürnaməmiz də elektrondur. Sizə bunu fayl olaraq da göndərəcəyik. Təşəkkür edirəm. Əsas odur. Yaxşı oldu ki, müəlliflərə qoşuluruq. Çünki həm insanlar, yəni əksər psixoloqdur, müəllimələrdir və yaxud da xanımların özüdür. Yəni dinləyərək maariflənir. Çox adam utanır, çox adam bunu gətirə bilmir. İçindəki hardasa o sualları artıq cavabını tapır. Və yaxud da ki, artıq biz seksoloq deyəndə gözümüz böyüməsin ki, biz üzr istəyirəm ki, hər kəsə orada ancaq pozadan mı danışacaqlar? Terapist deyiləm. Mən seksoloq, patoloqam. Yəni mən konkret diaqnozu, patologiya varsa, o patologiyanı işləyirəm. O diaqnoz varsa, o diaqnozu işləyərək terapiyalar qoyub aradan qaldırıram. Yəni heç kim utanmamalıdır. Rahat şəkildə müraciət edə bilərlər. Kişi də, qadın da, partnyorlar da bərabər müraciət edə bilərlər və bunu aradan qaldırmalıdır. Mən həmişə psixoloqları belə təsvir edirəm. İnsanın dostu, ən yaxını, yəni öz valideynlə bölüşə bilməyəcəyi insanın sən psixoloq, seksoloqu seçirsən və ona rahat şəkildə hər bir şeyi bölürsən. Və bilirsən bu anonim. Çox sağ olun. Çox böyük informasiya həcmi verdiniz bu günlərin. Çox anlaşılan bir dildə idi. Təşəkkür edirik Ləman xanım. Biz Ləman xanımı yola salırıq, sonra iştirakçıları siyahı üzrə yoxlamağa başlayacaq. Kim axıra qədər iştirak edibsə, onlara bir sertifikat göndərəcək. Sağ olun Ləman xanım. Gecəniz xeyrə qalsın. İşləriniz avan olsun. Hər zaman hər birinizə sağlam, mental sağlamlıq arzu edirəm. Hər zaman xoşbəxt olasınız. Daxildə xoşbəxtlik arzulayıram. Hər zaman üzünüz gülsün və zaman ayırdığınıza görə hər birinizə təşəkkür edirəm. Çox sağ olun. Kamil müəllim, başda sizə də təşəkkür edirəm ki, bu cürdən görə hər kəsi yaratmısınız. Təşəkkür edirəm. Hər biriniz mənim üçün əzizsiniz. Rahat şəkildə Instagramda da mənə suallarınızı verə bilərsiniz. Psixoloq Ləman Telman gedir adım. Bütün suallarınızı əlavədə cavab verə bilərəm. Sağ olun. Gecəniz xeyrə.